Laboratoriya bölməsi gün ərzində bir dəfə istehsal olunan məhsullardan nümunə götürərək tam test aparır. Bu zaman məhsulun istehsal zamanı dərəcə üzərindəki göstəriciləri qeyd olunur. Məhsullar tam standart əsasında kəsilir, qaynaq olur. Daha sonra otaq temperaturunda müəyyən qədər saxlandıqdan sonra qaynağının müqaviməti ölçülür. Hava ilə isitmə cihazında ilk olaraq 100 dərəcə temperaturda məhsulun yığılması yoxlanılır. Daha sonra 150 dərəcə temperaturda əyilmə və deformasiya olub-olmamasına nəzarət edilir. Boldrop testində nümunələr -10 dərəcə temperaturda 1 saat saxlandıqdan sonra müəyyən hündürlükdən ağırlıqlar buraxılır və məhsulun qırılıb-qırılmaması test olunur. Daha sonra kompüter cihazı vasitəsilə xırda ölçülü məhsulları 10 dəfə böyüdərək kiçik ölçüləri, rezin ölçülərini və rezinin funksionallığı üzərində nəzarəti həyata keçirilir. Rezin akışkanlıq testi burada olan qranül xammalı əridərək məhsulun istehsal zamanı akışkanlığını test edilir. Nem təyin cihazı xammalın istehsaldan öncə nəmlik faizini ölçülür.